Merhabalar efendim. Bendeniz Hollanda Ersağ Büro Müdürü Abdülbaki Cengiz. Ta Hollanda'dan Can Azerbaycan için çıkıp geldim. 20. yılımızı hep birlikte sizlerle beraber kutlamak için. İki devlet, bir millet. Hep birlikte nice güzel başarıları diyorum ve hepinize hoş geldiniz, sefalar getirdiniz eşliğinde. Çok teşekkür ediyorum efendim. Suyuna mercan, mercan demişem. Canıma kurban, kurban demişem. Canıma kurban, kurban demişem. Ay gözüm canım, Azerbaycanım. Ay gözüm canım, Azerbaycanım. Azerbaycanım, ay gözüm canım, Azerbaycanım. Can, 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 Azerbaycan, can, can, Azerbaycan, can, can, Azerbaycan, can, Azerbaycan, can, can, Azerbaycan, can, can, Azerbaycan, can, can, Azerbaycan, can, Azerbaycan. Xəzər yuyar ayağını, bayraq etdim növrağını, öptüm. Öptüm azad toprağını, canım gözüm Azerbaycan, canım gözüm Azerbaycan. Bugün Ersaq Azərbaycanın 20 yaşı tamam olur. Bu münasibətlə paragraf olaraq sizi təbrik edirik. İşlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayırıq. Salam dəyərli izləyicilərimiz. Mən Ersaq şirkətinin Azərbaycan rəhbəri Həcər Əzimova. Bu günləri Ersaq şirkəti kimdir? Əgər ki bilməyənlər, eşitməyənlər üçün təkrar olaraq sizlərə demək istəyirəm. Ersaq, yəni erkən sağlamlıq deməkdir. Ersaq şirkəti 8 ildə Azərbaycanımızda rəsmi fəaliyyət göstərir. Ümumən Türkiyəmizdə isə Türkiyənin Dənizli vilayətində 2006-cı ildə başlayan şirkətimiz artıq bu 20 ilini qeyd edir. Ersaq şirkəti hansı işləri görür? Ersaq şirkəti bu günləri insanlığa, təbiətə lazım olan hər bir şeyi, hər bir tövsiyəni verir. Yaxşı mənada ki, bizim məhsullarımız bitki tərkibli məhsullardır. Bu günləri hava, su kimi lazım olan məhsullarımız insanlarımıza qulluq etməklə məhsullarımızın qablaşması belə təbiətə tullantı kimi atıldığında təbiətə çürüyüb, təbiətə ziyan verməyən məhsul qablaşdırmasıdır. Və bu cür keyfiyyətli məhsullar istehsal edən şirkətimiz çeşid bolluğu ilə də öndə olan bir şirkətdir. Çünki 400 çeşidin üzərində çeşidi var, məhsulları var şirkətimizin. Və bu məhsul çeşidi ilə, məhsul keyfiyyəti ilə yanaşı bu günləri xalqımıza, millətimizə biz hər tərəfli çatdırmağa çalışırıq, danışmağa çalışırıq ki, sizlər gəlin bizlə rahat şəkildə, sadə şəkildə həm dua qazanın, insanlığa, sağlamlığa qulluq edin, həm burada öz biznesinizi qurun. Biz buradan səslənirəm. Özünü təsdiq etmək istəyən, bir iş xanımı, iş bəyi olmaq istəyən biznesmenləri, biznes leydiləri öz komandamızda, Ersaq ailəmizdə görmək istəyirik. Mən Layla Yazıcı, Binəşli Büro Müdürü, Ersaq Şirkətlər Qrupu üçün bu günləri təntənəli bir gündür, 20 illik yubileyimizi keçirdirik. Bugün çox sevincliyəm, illərdir çəkdiyimiz əziyyətin bəhrəsini görürük. 7 ildir Ersaq Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir. Xanımları dəvət edib, buyursunlar, gəlsinlər, itirəcələrə heç bir şey yoxdur. Fazlasını qazanacaqlar. Salih Əhmədova, Ersaq Azərbaycan, Bakı Büro Üst Müdür.
Bugün bizim Ersaq Azərbaycan komandası olaraq möhtəşəm, gözəl 20 illik tədbirimiz keçdi. Çox sevincliyik. Bütün Azərbaycanda olan xanımları Ersaq komandasına dəvət edirəm. Buyurun, gəlin. Həm məhsullarımızdan faydalanan, organik məhsullarımızdan, organik mənşəli, bitki mənşəli məhsullarımızdan faydalanın. Həm də sağlam həyat tərzi yaşayın, həm də şəxsi karyeranızı qurun. Bundan artıq nə olsun? Mən Zümrüd İsmailova, Ersaq şirkətinin Azərbaycan üzrə Zümrüd büro müdürü. Ersaq bir şirkət deyil. Ersaq insanlara güvən, keyfiyyətli məhsul və uğur qazandıran bir ailədir. Ersaq şirkətində 20 illiyidir. Mən demək olar ki, burada mən 4-5 il olar bu şirkətə gəlmişəm. Onun da əlavələrini istifadə edirəm. Mən buradan Türkiyə prezidentimiz, Ersaq şirkətinin prezidenti olan Bəkir Sarıya təşəkkürlərimi bildirirəm. Bizim əzizimiz Həcər xanıma təşəkkürümü bildirirəm. Onlar can sağlığı arzulayıram. Təbrik edirəm bu 20 illik yubileylərinə uyğun olsun. Belə 50 illiyi keçirək inşallah. Allah hamısına can sağlığı versin. Öpürəm. Həcər xanımı çox sevirəm. Bəkir Sarıya da can sağlığı arzulayıram ki, gözəl bir şirkət yaradıb. Biz də ondan yararlanmışıq. Mən də gözəl bir mahnı ifa eləmişəm. Özümün ürəyimdən gələn bir mahnı Ersağa aid. İndi onu da burada eşidərsiniz inşallah. Salam, mən Ersaq şirkəti Odlar Yurdu büro müdürü Günay Əliyeva. Bugün bizim Ersaq şirkətinin 20 illik yubileyi qeyd olunur. Bu münasibətlə hər birinizi təbrik edirəm. Ersaq şirkəti dünyanın dörd bir ətrafında tanınan, sağlam həyat tərzi keçirmək istəyən və yüksək qazanc əldə etmək istəyənlərin yeridir. Hər kəsi dəvət edirəm. Mən bugün çox xoşbəxtəm. Ersaq şirkətinin 20 ili tamam olur və bu möhtəşəm tədbirdə iştirak edirəm. Bütün ersaqçılara can sağlığı arzulayıram, rüzi bərəkət arzulayıram və Həcər xanıma gözlərin aydın olsun deyirəm. İnşallah Ersaq Azərbaycanda hər kəs tərəfindən sevildiyi kimi hər kəs tərəfindən də istifadə olunacaqdır. Əzizlərim, sizə uğurlar arzulayıram. Ersaq şirkətinin 20 yaşı tamam olur. Bu şirkət elə-belə şirkət deyil. 20 ildir bu şirkət işləyir, müvəffəqiyyət qazanır. Bunun da Azərbaycanda böyük qovşağı var, əlaqələri var. Bu şirkət bitkilərlə müalicələrdə çox böyük əhəmiyyəti var. Qida əvəzi olan maddələr də var. Elə şeylər var ki, qidalarımızda o çatışmır və ya suyumuzda mı, torpağımızda mı, bitkimizdə mi? O qidaları da təşkil edir. Bunların əsas əhəmiyyəti ondan ibarətdir ki, onlar tam sağlam deməli yolla gediblər. Ona görə də belə uzun müddət yaşayırlar və bu şirkət mən əminəm ki, çox müvəffəqiyyət qazanacaq. Ona görə ki, onların bütün işlətdiyi dərman vasitələri, ona dərman demirlər, dərman vasitələri birbaşa bitkilərdəndir, təbiidir, kimyəvi maddə yoxdur, orqanizmə zərəri olan maddə yoxdur. Ona görə çox önəmlidir. Mən Ersaq Azərbaycanın Şaxdağ büro müdürü Əfruz İbrahimli 4 uşaq anasıyam və artıq 6000 nəfərə yaxın üzvü olan bir komanda rəhbəriyəm. Yəni burada işləmək hər kəs üçün uyğundur. Yaşın, təhsilin, hansı ölkədən, hansı dildə olmağın, hansı imkanda, hansı vəziyyətdə olmağın heç bir fərqi yoxdur. Hər kəs Ersaqda qazana bilər. Buyurun, bizimlə birlikdə qazanın. Mən İlhamə Həmidova, Ersaq Xəzər büro müdürü. Bugün bizim Ersaq şirkətinin 20 illik ad günü münasibətilə tədbirimiz keçirilir. Bu tədbir münasibəti ilə bütün Ersaq ailəmi təbrik edirəm. Dövlət himni səslənəcəkdir.
Qurban olum vətənimə, qurban olum torpağıma, qurban olum vətənimə. 20 yaşı tamam olur. Bugün 20 il. Belki dile az sayılan bir zaman olsa da ancak 20 yıl içerisinde milyonlarla emek, milyonlarla mücadele, milyonlarla bir insanların baş başa verip güzel bir iş əlçəyə getirmesi var. Biz bugün Ersağ'ın 20 ilini, 20 yaşını qeyd edəcəyik. Bir alqışlar rica edirəm. Ve bugünümüz sadece tanıtımdan çekilişimiz olacak sona doğru. Ve sonda bizim hediye çekilişimiz olacak. Ve biz buradan hediye dolu gedəcəyik. Ona göre Ersağ ailesine dərin ve teşekkürümüzü bildiririk. Mən əslində belə söyləmək istərdim ki, Ersağ haqqında çox geniş bir məlumata sahibəm. Və o qədər möhtəşəm bir şirkət, o qədər möhtəşəm bir məhsullardan və o qədər möhtəşəm bir komandadan ibarətdirlər ki, yəni söylədikcə bitməz deyərdim, ancaq vurğulamalıyam. Çünki istər-istəməz bir qismimiz bəzi hissəsini biliriksə, bir qismimiz isə bir çox hissəsini bilirik. Ona görə hayvanlar ve bitkiler de yararlanmak zorundadır. Bu nimetler hava, su, toprak ve ateştir. Gün geçtikçe dünya üzerinde yaşayan insan sayısı artarken maalesef dünyayı ortaklaşa paylaştığımız hayvanlar ve bitkilerin sayıları insanların verdiği zararlardan dolayı her geçen gün azalıyor. Şimdi size söz veriyorum. Bedenle kurcan varken sonra da söz. Söz. Ersağ verilen anlamdır. Şimdi size söz veriyorum. Bedenle kurcan varken sonra da bu yolun adı emek. Bu yolun adı söz. Hacer Hanım, Hacer Hanım necə bacarırsınız belə mən? Hər birinizə xoş gördük. Bugün biz buraya sadece bir uğuru tebrik etmek için yığılmamışız. Bu inanın
mənə bu gün danışmaq çox həyəcan verir. Hər dəfə sizin qarşınızda danışmaqda yorulmayan həcər yox. Bu günləri sizin qarşınızda çox həyəcanlı şəkildə durmuşam. İstəyirəm alqışlarınızla mən verəcəyim bir... Ersaq uzun illərdir. Keyf. Bir uğur varsa, o uğurun arkasında gecesini gündüzüne katan insanlar var. Bir uğur varsa, mütləq şəkildə orada çalışan liderler var. Bir uğur varsa, komandasının arkasında möhkəm duran rəhbərlər var. Və mən buradan bütün değerli Ersaq ailəmizə, müdürlərimizə bir daha təşəkkür edirəm. Bugünkü möhtəşəm günü, möhtəşəm uğuru onlarla bir yerdə qeyd etdiyimiz üçün. İnsanların özünə inamını yenidən formalaşdırdık. Və mən düşünürəm ki, bizim Ersağımızın, bizim en büyük uğurumuz da məhz budur. Düz değil mi? Çünkü değerli qonaqlarımız, bir işte inan varsa, istek varsa, bir işe güven varsa, orada uğur var. Ve mən bu günləri bu səhnəyə baxanda, mən sizlərin üzündə o inamı görürəm. Birlikdə... Her biri möhtəşəmdir. Her birini bizə... Güzel hanım. Necəsiniz? Özünüzü necə hissedirsiniz, onu söyleyin. Hepiniz hoş gördük. Her biriniz hoş geldiniz. Ben bugün uğur kazandım. Ersaq sayesinde iş sahibi oldum. Ersaq sayesinde güzel nailiyyətlər, uğurlar əldə etdim. Şəxsi inkişafımdan tutmuş, həyat şərtlərimə qədər Ersağa borcluyam. Bunu bütün Ersaq komandası bilir. Bütün Xalq artisti, Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti, Türkmenistan Dövləti Prezidentinin Altun Əsir Bəşiri, yenicisi Gülyana xanım Məmmədova. Yaradan
Bəli, Ersaq Şirkətlər qrupunun bir daha bugünkü gözəl bayramını ürəkdən təbrik edirəm. 20 illik ömür yolunuz, uğurlarınız mübarək olsun deyirik. Alqışlayırıq Ersaq şirkətinin bütün kollektivini və buradan bu şirkətin yaradıcısı Türkiyəmizə boylanaraq əzizimiz, hörmətli Bəşir Sarıya öz sevgilərimizi, hörmətlərimizi, səlamlarımızı diləyirik. Bir alqışlarımızı göndəririk və Azərbaycanda Ersaq şirkətinin rəhbəri, əzizimiz, dəyərli, gözəl bacımız Həcər xanım. Sevirik sizi, hamımız sevirik. Biz də, bax, bu zalda əyləşən Ersaqçılar hamısı sizi sevirlər. Bəli, əzizlərimiz, bu günləri burada əzizimiz, dəyərli Rəşid müəllim, sizi görmək nə qədər xoşdur. Xoş gəlmişsiniz, səfalar gətirmisiniz. Əzizlərim, Türklərə səlam olsun. Azərbaycandan Türkiyəmizə böyük mükafatçısı, Əsilzadələr ailəsinin qızıl medal mükafatçısı, Biribasar qəzetinin baş redaktoru, gözəl ana, gözəl bacı şairə xanım Nəsibə İsrafil qızının ildırmağını, sözləri alma, musiqi müəllifinə də buradan ürək dolusu salamlarımızı yetiririk. Həm musiqi müəllifi, həm də özü mənim kimi səhnədə bir Qeyrətli mərdik, dosta qardaşı Türk oğlu Türkəm, azaddır ölkən Canından keçər, bizə göz dikən Nənəm Tomrisdən, yadigar mənəm Çox dağlar görür Var olsun Quran, Türk'ü olsun Can yaradan, yaşasın Quran Var olsun Çok teşekkürler əzizlərimiz. Məncə Quranımıza, Türk birliği... Dünyada 6000'den çok etnik grup ve millet var. O milletlerin içerisinde yani 192, 193, 212 devlet var. Onların birinin pulu yoktur, birinin ne bileyim koşulu yoktuğuna göre devlet statüsü almayayım. Ama hoşbahtı ki o 6000'in içerisinde Azerbaycan adlı bir devletimiz var. Bir memleketimiz var. Namus da odur, vicdan da odur, hakikat da odur. Onu da diyeyim ki, büyük filozof Hegel derdi ki, gör nedir? Dünyanın insanlarına çağırış edip, ey insanlar, dünyaya Türk'ten bir padişah seçin. O padişah adaletle, vicdanla, hakla, dürüstlüğüyle dünyanı idare edecektir. Niye demirdi özü Alman da Almanı koy, İngiliz'i koy, özlerinin ne olduklarını bilirler. Sen bana öyle milletle giren ki, aziz insanlar, 20'si yanvarda İlham adlı şahsı güllelediler de yanınızda görün. Ferize var, Ferize Hanım.
Yoldaşı eri ölüp deyin özünü öldürdü. Elə millət tanıyırsınız mı eri öləndə kadını öldürsün. O bak bizik. O bizik. Bak bu bizik. Bak bu kadınlara bak. Bakın. Allah korusun. Ne varsınız. Kız. Benim vətənim yaşayacak. Benim 88 yaşım var. Çok sevinirəm. Maşallah, maşallah. Çok benim vətənimi sevə-sevə yaşayıram. Allah'a and olsun. İnsan öz qanını vətən üçün verməlidir. İnsan öz canını verməlidir. Sirafil kızı kim insan tanıyırsın, şair tanıyırsın. Bunlar elə belə insanlar deyirlər. Onları yandırıp töktükçe o şiirleri yazıblar onlar. Özde niye yaradı? O Bekir Sarı çok büyük insandır. Onlar özləri bilirlər nəyə yaradılar. Biləsiniz ki, ay insanlar, 20.000 adda xəstəlik var. Mən həkiməm, onu deyirəm. Nə qədər dərman olsa yaxşıdır? 1300 dərman. Hər 17-18 xəstəliyi bir dərmanla müalicə etməlisən. İndi başa düşürsünüz niyə təbii vasitələrə əl atdılar, niyə deyirlər? Bu həm xalqa, həm vətənimizə, həm dövlətimizə, həm insanlara bir xoşbaxtlıq gətirirlər. Sağlamlıq gətirdilər. Mən burada çox danışmaq istəmirəm, ürəyim doludur amma. Çünki hamısı qadındır, bunlar çoxu qadındır. Və ona görə fəxr edirəm. Və çox sevinirəm ki, Azərbaycan qadını bu gün öndədir. Azərbaycan qadını Azərbaycanı yüksəltməkdədir. Düzdür, siz onun bir tərəfini görsün, biraz pul kazanırsınız, biraz nə bileyim neyse, orasını görsün, o bir tərəfini görənmirsiniz. O bir tərəfini mən görürəm. Ki bu Azərbaycan xalqına böyük dayaqdır. Türk xalqı ilə Azərbaycan xalqının birgə olmasıdır. Bütün burada deyilənlər, okuyanlar da Türk-Azərbaycan xalqı. Biz Türk'ük. Türk qoçaqdır. Türk ömrü boyu işleyendir. Hamıdan qoçaqdır. 5 əsr Türk'ün topuna çatan top olmuyor. İndi gürlə qayırmağa koymadılar. Yerin təkini 100 ildir onlar işə bilməzlər. Koymurdular. Onda Böyük Atatürk 100 il müqavilə bağlayandı onlarla. Dedi şükür. Şükür Allah'a. 100 yıl Türkiye'de müharebe olmayacak. Görün ne gündedir. İkinci Dünya Muharebesi'nde Türkiye muharebeye koşulmadı. Siz onu bilirsiniz, çoğunuz bilmişsiniz. Dünya Muharebesiydi ama Angola'dan berhamı koşulmuştu, bunlar koşulmadı. Böyük dünyavi siyasetti bunlar, aziz insanlar. Sizin bu hareketiniz beni cuşa getirir ki, benim halkımın kadınları çok cədddirlər, çox inkişaf etmişlər, çox sağlamdılar, xalqını sağlam görmək istəyir və onların yarattığı sağlamlıqda yaşayacaq. Mən çox sevinirəm. Sizə də təşəkkür edirəm. Əzizlərim, bir şey demək istəyirəm. Rəşid müəllimə tədbirlərin birində bir kepka hədiyyə elədim. O video məndə durur. Rəşid müəllim kepkaya baxdı, dedi Nəsibə xanım, mən ömründə papaq qoymamışam. Papaq məsələsi zarafat məsələ deyil ha. Amma bunu başıma qoyacağım. Nədən? Bu kepkanın üzərində Şuşa yazılıbdır. Şuşa azaddır. Yadınıza düşdü? İndi yadıma düşdü. Şuşa azaddır. Artıq biz bu kişi papağını başımıza qoya bilərik. Allah sizi korusun. Allah bizim Azərbaycan kadınlarını korusun. Sizlə fəxr edirəm mən. Bugün gördüm sizin gücünüzü və qüvvənizi. Bugün gördüm sizin ideyanızı, beyninizin inkişafını bugün gördüm. Çok doğrudan da gurur vericidir. Allah sizi korusun. Çok şad oldum ki geldim. Salam ayım, güneşim, odlar yurdum, ateşim. Zaman gülsün üzüme, cahana çatsın sesim. Dört yanı çəpərləyin, yolları qəhərləyin. Turana yol ahlıq, atları yəhərləyin. Haçalanıb dillərim, perik düşüb ellərim. Nəğmə desin bir dildə, bütün Turan ellərim, bütün Turan ellərim. Buradan da Bekir Sarı'ya salam söyleyeceğim.
Mən 2018-ci ildə Türkiyədə olanda mən orada bu sözləri demişəm ki, Türk və Azərbaycan birliyi və dövlətimizə də bunu mən demişəm. 2012-ci ildə televizordan ilk dəfə mən dedim ki, ay Erdoğan, ay mən İlham Əliyev sizə qurban olum ha. Avrupaya birliyinə səni qoymazlar, ora xaspərəstlərin birliyidir. Özünüzə birlik tapın. Erdoğan bilirsə neynədi? Yetti ərəbləri İslam dünyası yaratmaq istəyir, daha böyük. Gördü ki, ərəbləri oraya, Səudiyyə Ərəbistanına gördü ki, Amerikanın pol postudur, o birisinindir. Axırda festival yarattı. Türk dilli xalqların festivalı. Onda bizim rayonda Gədəbəydə keçirdi ilk dəfə. Bir dəhşətli bir şeydir orada. Mən çıxış elədim. Öz oğlunu göndərmişlərdi orada. Mən bu günləri çox sevirəm. Biz Türk'ük. Türk qüvvəli olmalı. Dünya qəbul edir ki, ay insanlar bilin, qoymurdular bu xaspərəstlər inkişaf eləməyə. Həqiqəti deyirəm, hərəsi bir yerdən qoymur. Sən nə danışsan sən? İndi sübut edib ki, alimlər, dünyada ilk yaranan insan Türk olub. Bunu biləsiniz. 6-7 yıl bundan öncə təsdiq olub. Sağ olun. Çox sevirəm sizi. Teşekkür ederim. Çok sağ olun değerli həkim, değerli profesör. Ben çok sevinirəm ki, siz kimi rəhbər var. Çok sevinirəm ki, siz kimi insanlar var. Və Allah sizlə fəxr edir və belə də daha rahat ölmək olar. Allah size sağlıklı ömür nəsib eləsin. Biz bugündən herkesin karşısında söz verdik, kızınızla bir yerde bizim fəxr üzvümüzsünüz. Sağ olun, Allah Bizim için fəxrdir ki, siz bizim tədbirimizdə iştirak edirsiniz. Sağ olun, Allah razı olsun. Sağ olun, teşekkür ederim, Allah razı olsun. Can demişəm torpağına, can demişəm